Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün dadı da, görünüşü də olduqca gözəl olan mayasız şəki olmasının hazırlama qaydasını paylaşacağım. Əminəm ki, siz də bu resepti çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 4 ədəd yumurta tökürəm. Sarının ikisini olmanın üzəri üçün götürürəm. Üzərinə 1 ədəd vanilin, eləcə də şəkər tozunu əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Ərzaqların miqdarını videonun alt bölümündə qeyd edəcəyəm. Qeyd edim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Daha sonra üzərinə ərinmiş yağ tökürəm. Kənarda qabın içərisinə qatıq tökürəm və qatığı ocağın üzərində biraz isidirəm soyuq olduğu üçün. Qarışıma zəfəran əlavə etdim və 1 çay qaşığı duz tökürəm. Bir dolu çay qaşığı hil əlavə etdim. Qatığın içərisinə 1 dolu çay qaşığı soda və 1 çay qaşığı sirkə tökürəm. Qatığı da digər ərzaqların üzərinə əlavə edirəm və hamısını yaxşıca qarışdırıram. Sonda isə unu əlavə edirəm. Unu çırpıcı ilə biraz qarışdırıram. Daha sonra isə çırpıcını bir kənara qoyub əlimlə xəmir yoğururam. Bu xəmirdən orta ölçülü 3 ədəd olma alınır. Xəmiri yoğurduqdan sonra üzərini örtüb bir kənarda yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra əlimə biraz duru yağ vururam. Soba listini də əvvəlcədən duru yağla yağlayıram və xəmirdən kündələr kəsib kündələyirəm. Kündələdiyim xəmiri soba listinin içərisinə yerləşdirirəm. Daha sonra xəmiri bu qayda ilə yayıram. Soba listinin kənarlarına doğru çox da yaymağa ehtiyac yoxdur. Baxın, beləcə orta qaydada yayılır. Yaydıqdan sonra da 15-20 dəqiqə gözlədirəm, üzərini örtürəm. Kənarda 2 ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı duru yağ əlavə edib qarışdırıram. Fırça vasitəsilə xəmirin üzərinə çəkirəm. Olmaların üzərini zövqə görə bəzəyə bilərsiniz.
Daha sonra isə çəncəllə deşləşləyirəm. Olmaları əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Artıq mənim olmalarım bişib hazırdır. Mən müxtəlif formalarda üzərini bəzədim. İndi isə kəsib sizlərə göstərirəm. Soymasını gözləmədən isti-isti kəsdim. Pambıq kimi yumuşaq, olduqca dadlı, ləzzətli olmalar alındı. Əziz xanımlar, hər birinizi qarşıdan gələn Novruz bayramı, Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Əgər siz də mənim videomu, kanalıma bəyəndinizsə, videomu yaxınlarınızla bölüşməyi və bəyənmə düyməsini basmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.